Salam, hər vaxtınız xeyir. Yenə də xahişləri nəzərə alaraq bugün də cinlərdən danışacağım. Öncə onu deyim ki, mələklərin özləri də cindir. Şeytan da onların içərisində olduğuna görə vaxtı ikən o da mələk olub. Yenə də sonradan Allahın əmrini yerinə yetirməyib, itaət etməyib. Buna görə də cənnətdən qovularaq cinli vəzifəsini yerinə yetirməyə başlayıb. Cinlər hamını dinləyir və hər yerdə var. Lakin çoxları onu görə bilmirlər. Amma əməllərini görməmək mümkün deyil. Sonsuz kainatda da cinlər yaşayır. Bəs cinlər bizi harada izləyə bilər? Bəzən gizli kameralara düşən bəzi varlıqları cin kimi təqdim edirlər. Bilin, Allahın buyurduğu kimi cin canlı mənasındadır. Yəni bizim tanımadığımız digər canlılardan söhbət gedir. Cinin bədəni daxil olması və itaət edən cinlər də var. Onun üçün heç bir rituala ehtiyac yoxdur. Onlar özünə doğma bildiklərini daxilinə keçə bilirlər. Hətta həddən ziyadə qısqanc cinlər də var. İnanıram ki, cinlər barədə ümumi məlumatınız oldu. Bu qədər. Çalışın, salamat qalın.